Salam. Fizika iş dəftəri 7-ci sinif mövzu 6.4 Ohm qanunu. Tapşırıqların izahına baxaq. İlk sual elektrik müqavimətinin vahidi hansıdır? Volt bölünsün amperdir. Cərəyan şiddəti hansı ifadə ilə müəyyən olunur? Yəni düstur istəyir bizdən. U bölünsün R'dir. Aşağıdakilərdən hansı ohm qanununu ifadə edir? Ohm qanunu bilirik ki, R bərabərdir. U bölünsün I düsturundan hesablanır və bu belə ifadə olunur. Dövrədəki elementin uclarındakı gərginliyin bu elementdəki cərəyan şiddətinə nisbəti sabitdir. Konstant da yaza bilərik bu cür. Yəni C variantı. Lampanın müqaviməti aşağıdakı cihazlardan hansıları ilə və necə müəyyən etmək olar? Görünür ki, birinci şəkil voltmetr, ikinci şəkil isə ampermetrdir. Voltmetr gərginliyi ölçür, ampermetr isə cərəyan şiddətini ölçür. Buna uyğun olaraq düsturumuz bilirik ki, R bərabər U bölünsün idi. Bunu qeyd edirik. Yəni burada da voltmetrin, ampermetrin işarəsinin bu cür göstərişini vermişəm. 5-ci sual şəkildəki voltmetrin göstəricisi 10 volt olarsa, ampermetrin göstəricisi nə qədər olar? Ümumiyyətlə, deməli, əgər burada baxırıq ki, şərtdə 10 volt verib və şəkildə baxırıq ki, müqaviməti də verib. Burada 2 ohmdur. Ona görə şəkildən götürülük. Veriləndə 2 ohm qeyd edirik. Cərəyan şiddəti də sualdır. Düstur I bərabər U bölünsün R'dən istifadə edərək ədədləri yerinə qoyub cərəyan şiddətini tapırıq. Yəni ampermetrin göstəricisinin 5 amper olduğunu tapırıq. 6-cı sual. Şəkildəki voltmetrin göstəricisi 20 voltdur. Ampermetrin göstəricisi 4 amperdir. Lampanın müqavimətini istəyir. Hər bir veriləni yazırıq. Düstur R bərabərdir. U bölünsün I-dən istifadə edib yerinə qoyub müqaviməti tapırıq. Növbəti sual. Elektrik lampasının müqaviməti 30 ohm olarsa, voltmetrin göstəricisini əsasən lampadakı cərəyan şiddətini istəyir bizdən. Deməli, müqavimət 30 ohmdur. Veriləndə yazırıq. Voltmetr isə şəkildən biz tapırıq. Yəni 4 ilə 5-in ortasındadır. Yəni 4 onda 5-dir. Göstəricisi cərəyan şiddətində istəyir. Bilir ki, cərəyan şiddəti U bölünsün R'dir. Ədədləri yerinə qoyub tapırıq. Deməli, burada 0,15 amper alırıq. Əgər cavabda bunu görməsək, milli amperlə versə, 150 milli amper yazırıq. Yəni bilirik ki, 1 milli amper 10 üstün mənfi 3 amperdir. Dövr elementindəki cərəyan şiddətinin onun uclarındakı gərginliyindən asılı qrafikini çəkdir. I-nin U-dan asılılığı düzüm tənasibdir. Görürsünüz? I, U ilə düzüm tənasibdir. Növbəti sual. İki fərqli dövrədəki lampalarda olan cərəyan şiddətinin gərginlikdən asılı qrafiki verilib. Lampaların müqavimətlərinin R2-nin R1-ə nisbətini deyir tap. Qrafikdə I1-in və U1-in verildiyi ədədləri veriləndə qeyd edirik. I1 burada 4 amperdir. U1 10'dur. Baxın. Mütləq bax bu cür baxın. Daha sonra I2 2'dir. 2'yə 20'dir. Buradan görünür. Ona görə də hər birinin R1 və R2 müqavimətini tapırıq. Ədədləri yerinə qoyub R1-i 2.5, R2-ni isə 10 ohm tapırıq. Daha sonra R2 ilə R1-in nisbətini deməli soruşduğuna görə yerinə qoyub 4 ohm tapırıq. 10-cu sual. Müqaviməti 40 ohm olan lampanın uclarındakı gərginlik 10 volt olduqda lampadakı cərəyan şiddətini istəyir. Verilənləri yazırıq. Müqavimət 40 ohm, gərginlik U 10 volt, cərəyan şiddəti sual. Cərəyan şiddətinin düsturu U bölünsün R'dir. Yerinə gətiririk. 0,25 amper alırıq. Sonuncu sual. Hansı ifadələr doğrudur? Yalnız doğruları deməli seçmişik. Metal naqillərdə həmişə sərbəst elektronlar mövcuddur.
Bu doğrudur. Bir də metal naqillərin ucları cəryan mənbəyinə birləşdikdə sərbəst elektronlar nizamlı hərəkət eləyir. Bu da doğrudur. Bu qədər.